Azərbaycan Respublikası Prezidentinin dekabrın 26-sında imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən dekabrın 27-sində icra olunub. Prezident İlham Əliyevin dekabrın 26-sında imzaladığı müvafiq sərəncamla 87 nəfər əfv olunub. Əfv olunanlar sırasında İran, Gürcüstan, Türkiyə, Nigeriya və Bangladeş vətəndaşları da var. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldığı cəza çəkmə müəssisələrində olub, Prezident sərəncamının icrasını vaxtında təmin ediblər. Cəmi 87 nəfər, 87 nəfər məhkum əfv olunur. Onlardan 79 nəfəri penitensiar xidmətin müəssisələrində tətbiq olunur və 8 nəfər isə məhkəmə icraçıları tərəfindən həyata keçiriləcək. Onlar həm cərimə cəzası, həm də islah işləri ilə bağlı olan məhkumlar nəzərdə tutulur. Ölkəmizin başçısının bu humanist addımı yüzlərlə ailəni sevindirib. Cəza çəkmədən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il ərəfəsində Prezident İlham Əliyevin bu humanist addımını yüksək dəyərləndirib, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.